Xəyanət etmisənmi? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acıq çıxmısan ondan. Ruhum sakitləşsin. Eləmişəm, yaxşı da eləmişəm. Xəbə, bu sənin sevdiyin insana qarşı Hə, olur. bəli. Çox sevdiyim insan mənə xəyanət edib, mən də ona cavab olaraq eləmişəm. Necə ola bilər bu? Əlbəttə ki, ondan sonra yollarımız ayrılıb, qəbullanmamışam. Yəni geri dönüşü olmuyor. Əsəbi xanımdan O qorxulur. qapını Baxın, bağlamışam. Ya mən varam, ya da mən yoxam. Mənim xarakterimdir. Və ilk gündən də deyirəm ki, xəyanət olunacamsa, xəyanət eləyəcəksənsə, onu toxun da, mən yoxam onda. Get öz həyatını yaşa. Amma mən varamsa heç kəs ola Və bilməz. sonu necə oldu? Elə xəyanət elədi ona düzgün bir qutardı. Yox. Davam elədi o xəyanət. Barışdıq. Barışa mən insanın üzünə gülə-gülə cavab verməyi çox sevirəm. Birlikdə ola-ola da mən ona xəyanət elədim və bay bay.